Salam uşaqlar. 9 Mart din buraxılış imtahanının digər sualına baxırıq. 20-ci sualdayıq. My friend and his cousin. Baxın, söhbət 2 nəfərdən gedir. Çox sadə suallardan biridir. 2 nəfər varsa, deməli cəmdə olan xəbər verməlisiniz. Lap heç burada diqqətinizdən yayındı. Əndi görmədiniz, 2 nəfər olduğunu görmədiniz. Variantlara baxın. Is var. Is var, təklif bildirir. Was var, təklif bildirir. Has var, təklif bildirir. Has been var, təklif bildirir. Bircə dənə cəm xəbərimiz var. Əgər 4 variantda təklif varsa, deməli avtomatik düşünün ki, bircə dənə cəmli olan sizin cavabınız ola bilər. Yəni də buna güvənməyin. Bu hər ehtimala olan sizə demək istədiyimdir ki, yəni asan olsun imtahanınız. Ancaq yenə də tərcümə edin, yenə də diqqətli olun. Mənim dostlarım və mənim uşaqlı uşağı bilməm kimlər, kuzenim yəni. Have been reading the same books for a week. Bir kitabı, eyni bir kitabı dəfələrlə oxudular. Bir də burada the same diqqətli olun. Same Z artiklı ilə işlənir. Hələlik gəlin dərslərdə görüşərik.